Arkadaşlar vaxtınız xeyirli olsun. Deməli belə bir ehtimal sualı var. 9-cu sinif imtahana düşə biləcək. Məxrəci 12 olan düzgün kəsrlərdən təsadüfi seçilmiş birinin ixtisar olunmayan kəsr olunması ehtimalını tapın. Biz də bilirik ki, ehtimal P ehtimal bərabərdir əlverişli halların sayının mümkün hallara bölünməsidir. Məxrəci 12 olan düzgün kəsrin ən böyüyü 12-də 11-dir. 12-də 11. Deməli, bizim mümkün halımız 11 dənədir. Məxrəcə yazırıq 11, yəni mümkün halların sayı. Əlverişli halları ixtisar olunmayan tapan zaman, deməli, birinci 12-də 1 ixtisar olunmur, sonra 12-də 5 ixtisar olunmur. Çünki 12-də 2 yazsaq, 12-də 2 yazsaq, 2-yə ixtisar olunur. 12-də 3 yazsaq, 3-ə ixtisar olunur. 12-də 4 yazsaq, 4-ə ixtisar olunur. İxtisar olunmayan 12-də 1-dir, 12-də 5-dir. 12-də 7-dir, 12-də 11-dir. 1, 2, 3, 4. 4 dənə haldır. Əlverişli halı surətə yazırıq, ümumi. Mümkün halı isə məxrəcə. Olur 11-də 4. Daha bir ehtimal sualı. Müsabiqədə 50 nəfər iştirakçısı var. Nəzrinin sıra nömrəsinin 7-yə bölünən tək ədəd olma ehtimalını tap. 50 nəfər. Deməli, bizim ümumi mümkün halımızı verib ki, 50 nəfərdir. Yenə də ehtimal P bərabərdə əlverişli halların sayının ümumi hala bölünməsidir. Ümumi halı bilirik ki, yəni 50 dənədir. Sonra gedirik 7-yə bölünən ədədləri tək yox, ümumiyyətlə ədədləri 50-yə qədər yazırıq. 7, 14, 7, 7 artır 21, 28, 35, 42, 49. Bu bizə sualda tək ədəd dediyi üçün 7, sonra seçirik 21, 35, 49, 4 dənə oldu. 4 dənə bizim əlverişli halımız var. Ümumi halımız 50 dənədir. 50-də 4, yəni 0,8. Sonra belə bir sual verildi. Deyir 18-də 11, 8-də 3, 32-də 7, 40-da 17, 24-də 19 kəsrlərindən biri seçilir. Seçilən kəsrlərdən birinin sonlu olma ehtimalı P-dir. Deyir o zaman 5P üstəgələk 3-ün qiymətini tap. P bərabərdir əlverişli halların sayının ümumi hala bölünməsi. Öncə kəsrləri sayırıq. 1, 2, 3, 4, 5 dənədir. Deməli, bizim ümumi halımız neçə dənədir? 5 dənə. Əlverişli halı tapmaq üçün sonlu onluq kəsri bilmək lazımdır. Ümumiyyətlə, sonlu onluq kəsri nədir? Məxrəcindəki ədədi götürüb vuruqlara ayırırıq. Əgər vuruqları 2 və 5, yalnız 2, yalnız 5 olarsa, deməli, bu sonlu onluq kəsirdir. Məsələn, 18-i vuruqlara ayırdıqda 18-in vuruqları 2, 9, 3, 3. Artıq tərkibində 3 varsa bu sonlu deyil. 8-i vuruqlara ayırdıqda vuruqları 2-dir yalnız. 32-ni vuruqlara ayırdıqda yalnız 2-dir. 40-ı vuruqlara ayırdıqda həm 2, həm 5-dir. 24-ü vuruqlara ayırdıqda isə 2-yə bölünür 12. 12-ni 2-yə bölürük 6, 6-nı 2-yə bölürük 3. Deməli, bu da sonlu deyil. Sonlu olan vuruqlarımız oldu. 1, 2, 3, 3 dənə kəsrimiz. Yəni, əlverişli halımız oldu 3, ümumi halımız oldu 5. Yəni, bunu vermişdi P. P-ni tapdıq 5-də 3. Sonra gətirib burada qiymətin yerinə qoyacaq. 5 vurulsun, P-nin yerinə 5-də 3. 5-lər ixtisar gedir, 3-də 3 bərabərdir 6-ya.